El bilir ki sen benimsen. Yurdum, yuvam, meskenimsen. Anam, doğma vatanımsan. Ayrılar mı gönül candan? Azerbaycan, Azerbaycan. Ben bir uşaq, sen bir ana. Odur ki bağlıyam sana. Hangi semtdə, hangi yana. Hey uçusunda yuvam sensen. Elim, günüm, obam sensen. Dinle beni güzel vatan. Bir söz gelir öğreğimden. Azadlığın eşkiyle sen. Güleceksen her bir zaman. Azerbaycan, Azerbaycan. Vətəni çox sevirəm. Anam kimi əzizdir. Anama və vətənə məhəbbətim dənizdir. Qorumasa vətəni, qalarıq biz vətənsiz. Yuvasız bir quş kimi ölərik biz vətənsiz. Ucalığında anamın, şən qoyunda vətənin, bəsələrik fərəklə vətən mənim həm sənin. Rəflərimiz şəkilli kitablarla doludur. Biri cırtdan nağılı, biri Koroğludur. Nizami Baba yazmış, bax bu kitab fitnədir. Heç o qalın kitabın adı bilirsən nədir? Əlifləri keçmişik, bilirik əlifbanı. Özümüz oxuyuruq şəngülümüz cırtdanı. Bizim vətən nəğməmiz uzaqlara yayılsın. Səsimizdən hər tərəf yuxusundan ayrılsın. Gözəl vətən, can vətən, bizə mehriban vətən. Gözəl vətən, can vətən, bizə mehriban vətən. 28 may 1918-ci il tarixində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Və 1990-cı ildən Cümhuriyyət günü ölkədə dövlət bayramı, Respublika günü kimi qeyd edilir. Və bu bayram münasibəti ilə biz də Osloda Nizami Gəncəvi adına həftə sonu Azərbaycan Dili Məktəbinin müəllimi kimi öz adından və məktəbimizin şagirdləri adından Azərbaycanımızı təbrik edirik. Qoy həmişə Azərbaycanın üzərində aydın səma, sülh və günəş olsun. Bir daha hamınızı təbrik edirik. Əziz həmvətənlər, sizi 28 may Respublika günü münasibəti ilə təbrik edirik. Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftə sonu Azərbaycan Dili və Mədəniyyəti Məktəbimizin tələbələri sizlər üçün şeirlər və nəğmələr hazırlamışdır. Biz bugün 28 may Respublika gününün baniləri Məmməd Əmin Rəsulzadə və onun komandasını dərin ehtiramla yad edirik. Sen bizimsen, durdukça elenle can. Yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan.